Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı son məlumatları çatdıracağıq. Pensiyalar nə qədər artırılacaq, hansı faiz dərəcəsi ilə indeksləşdiriləcək, hansı pensiya nə qədər artacaq, ətraflı şəkildə məlumat verəcəyik. Sizlər üçün cədvəl hazırlamışıq. Bütün pensiyalarla bağlı artım rəqəmlərini cədvəl şəklində sizə göstərəcəyik. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Hörmətli izləyicilər, hər ilin əvvəlində olduğu kimi 2026-cı ilin yanvar ayından etibarən, yəni bu aydan etibarən pensiyalarda artımlar qeydə alınacaq. Bütün növ pensiyalarda artımlar qeydə alınacaq. Xüsusilə də əmək pensiyalarında, bugün bizim paylaşdığımız əmək pensiyalarında da artım qeydə alınacaq. Pensiyaların artım faizi isə qeyd olunan məlumata əsasən 9,2% təşkil edir hörmətli izləyicilər. Yəni bu il pensiyaların indeksləşdirilmə faizi 9,2% təşkil edir. 2025-ci ilin, yəni ötən ilin əvvəlində pensiyalar 8,1% ilə hesablanıb ödənilmişdi və artırılmışdı. Bu il isə 9,2% ilə artımlar qeydə alınacaq və qeyd edim ki, hörmətli izləyicilər, yanvar ayında pensiyalar hesablansa da artımlar fevral ayında veriləcək. Yəni həm yanvar ayının artımı, həm də fevral ayının artımı ikisi bir yerdə fevral ayının ödənişləri ilə bir yerdə veriləcək. Hörmətli izləyicilər, indi isə artım cədvəllərimizə keçid edək. 9,2% pensiya indeksləşdirilməsi ilə sizə cədvəlləri təqdim edirik. Hansı pensiya nə qədər artacaq və vətəndaşlarımız nə qədər pensiya alacaq artımdan sonra göstərir hörmətli izləyicilər. Hörmətli izləyicilər, ekranda diqqət izləyə bilərsiniz. Hansı pensiyanı alırsınızsa həmin pensiyanın artımını ekranda görə bilərsiniz. Əmək pensiyalarını və indeksləşdirilmədən sonraki rəqəmi sizlər üçün yazmışıq və toplanan rəqəmdən sonra sondakı alınan rəqəm sizin son pensiyanızdır, yəni son rəqəmdir və bu ildən alacağınız pensiya rəqəmidir. Qeyd edim ki, hörmətli izləyicilər, 372 manat əmək pensiyası alan vətəndaşımızın indeksləşdirilmədən sonra 34 manat pensiya artımı qeydə alınacaq və 406 manata çatdırılacaq. 393 manat əmək pensiyası alan vətəndaşımızın pensiya artımı 36 manat təşkil edir. Xüsusilə də 393 manat əmək pensiyası ilə bağlı daha əvvəllərlə video paylaşmışıq və bu artım 36 manata bərabərdir və 429 manat pensiya alacaq. 393 manat əmək pensiyası alan vətəndaşlarımız. Digər pensiyalar da sizlər üçün ardıcıl şəkildə cədvəl formasında qeyd etmişik. 397 manat pensiya 36 manat, 408 manat alan 37 manat miqdarında artırılır. 414 manat pensiya 38 manat, 427 manat pensiya 39 manat, 436 manat pensiya 40 manat artırılır və artımlar sırayla qeyd olunub hörmətli izləyicilər. Növbəti cədvəlimizə keçid edək. 467 manat pensiya 42 manat miqdarında artırılır. 478 manat pensiya 43 manat, 484 manat 44 manat, 492 manat 45 manat miqdarında artırılır. 504 manat pensiya alan vətəndaşımızın pensiyası 46 manat artırılaraq 550 manata çatdırılır. 517 manat pensiya alan vətəndaşımız 47 manat daha çox pensiya alacaq. 523 manat pensiya alan vətəndaşımızın pensiya artımı 48 manat, 538 manat pensiya alan vətəndaşımızın pensiya artımı isə 49 manat artırılaraq 587 manata çatdırılacaq. Növbəti cədvəlimiz. Burada da artımları görürsünüz hörmətli izləyicilər. 50 manatdan 58 manata qədər artım qeydə alınıb. Təbii ki, bu 9,2%-ə indeksləşdirildikdən sonra alınan rəqəmlərdir. 552 manat pensiya alan vətəndaşımız 602 manat alacaq. 566 manat pensiya alan vətəndaşımız 618 manat pensiya alacaq. Artımlar da orada plusla işarələnib. 577 manat pensiya alan vətəndaşımız 630 manat alacaq. 589 manat alan 643 manat alacaq. Təbii ki, artımları da sizlər üçün qeyd etmişik. 598 manat pensiya artımı 55 manat. 611 manatın pensiya artımı 56 manat. 624 manatın pensiya artımı 57 manat. 636 manat pensiyanın artımı isə 58 manat olacaq və 694 manata çatdırılacaq. Növbəti cədvəlimiz isə hörmətli izləyicilər, bu sonuncu cədvəlimizdir. Təbii ki, bundan sonra da pensiyalarla bağlı bir neçə videomuz olacaq. Təbii ki, həmin videoları qaçırmamaq üçün kanalımıza mütləq abunə olun. 648 manat pensiya artımı, pensiyanın artımı 59 manat, 661 manat əmək pensiyasının artımı 60 manat təşkil edəcək və 721 manata çatdırılacaq. 697 manat əmək pensiyası alan vətəndaşımızın pensiyası 64 manat miqdarında artırılacaq və 761 manata çatdırılacaq. 714 manat pensiya alan vətəndaşımızın pensiyası 65 manat artırılaraq 779 manata çatdırılacaq və son olaraq 731 manat əmək pensiyası alan vətəndaşımızın pensiyası 67 manatlıq artımdan sonra 798 manata çatdırılacaq.
Bundan sonraki artımları isə növbəti videolarda paylaşacağım hörmətli izləyicilər. İndiki videoda sadəcə 731 manat əmək pensiyası alan vətəndaşımızın aldığı pensiyanın artımını sizlərlə paylaşdıq. Yəni 731 manata qədər olan pensiyaların artımlarını sizlər üçün paylaşdıq. Yerdə qalan pensiyalarda təbii ki, vətəndaşlarımız içərisindən 750, 780, 800, 900, hətta 1000 manatdan daha çox pensiya alan vətəndaşlarımız da var ki, onların da pensiya artımlarını növbəti videoda paylaşacağıq. Təbii ki, həmin videoları qaçırmamaq üçün bu videonu mütləq beğenin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Videomuz yekunlaşdı hörmətli izləyicilər. Növbəti videoda görüşmək ümidi ilə.